Salam dostlar, bugün görəcəyimiz iş olacaq. BMW 7-ci seriyadır. Sürücü yaxınlaşıb ki, bəs maşında bu problemlər yaranır. Problemlər də nələrdir? Getdiyi yerdə ABS-in işıqları yanır. Sonra speedometr, avtomatik olaraq speedometr işləmir. Rul ağırlaşır və digər problemlər yaranır. İndi bir dənə baxın, zamı qaçıram. Hal-hazır üçün görürsünüz, ABS işığı yanır və digər sistemlər də yanır. Bir də onu deyim, ABS işləməyəndə çox vaxt o problem də yaranır, 2 dəfə xodlanır. Və indi yadıma düşdükcə deyəcəm və digər problemlər yaranır. Diaqnostik elədim, dəqiqləşdirdim ki, ABS blokda problem var. İndi ABS blokunu düzəldib, sonda sizə göstərəcəm. Dostlar, problem blokdan idi, 006-dır blokun kodu, gördüyünüz kimi. Bunu təmir elədim, indi üstünə bağlayacağım, yoxlayacağım. Dostlar, onu da qeyd edim ki, bu ABS blok sökülməkdən ötürü, bu gördüyünüz, birinci növbədə, bax bu, su batsokudur, radiatorun batsokudur. Bunu açılır, bax bu qaydadan 2 dənə şuruf var, açıldı, qoyuldu qırağa. Biraz bundan qabaq yadımdan çıxdı, çəkəndə görsədiyim. Sonra da bu blok bu formadadır. Bu şuruplarla bağlanır, bu gördüyünüz. Bu 6 dənədir. Bunlar açılır, çıxır bu qaydada. İndi üstünə bağlayacaq. Prosta bir əlimdə telefon, bir əlimdə blok bağlaya bilmirəm. Məcburam yayımı dayandım. Dostlar, bir dənə də birisinə yaddan düşdü. Şərhlərin birində yadımdan çıxıb, hansısa şərhdə bir qardaş yazmışdı ki, sənə kamerası olan askı lazımdır. Askı ilə çəkəsən. O çox xoşuma gəldi. İnşallah indi görüntüdə gələcəkdə bir dənə zakaz verəcəm. Daha dəqiq görsənəcək. Dostlar, yığdım, hazırdır. Bir dənə yoxlamaq qalır. Bir dənə yoxlayalım. Hal-hazırda zamı qaçıram. ABS-dir, gördüyünüz kimi işıqlara baxın. ABS-dir. Söndü. Antisanos da söndü. İndi bir dənə xodlayaq. Sonra digər işıqlar da yanmadı. İndi injektorun işığıdır, işarəsidir. Aerobakdır, indi onlara da baxacaq, onlar da başqa problemlərdir. Bir də rulu yoxlayaq, bax. Gördüyünüz kimi rulda oldu, yumuşaq. Belə. Kimin sualı olsa şərh bölməsində yazaraq cavablandırırım. Sağ olun dostlar.